Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə polyakların Dost necə kömək edər adlı nağılını danışacağam. Keçmiş zamanlarda günlərin bir günü it meşədə qurdla qarşılaşdı. Qurd xəstə idi. Bir dəri, bir sümük qalmışdı. Ayaq üstə çətinliklə dururdu. "Sənə nə olub belə dostum?" İt təəccübləndi. "Heç soruşma. Xəstə idim. Uzun müddət ova çıxa bilmirdim. İndi yaxşılaşmışam, amma taqətim yoxdur. Mənim kimi zəif qurd artıq ova çıxa bilməz. Deyəsən axırım çatıb, acından öləcəm." "Heç elə şey olar? Mən sənə kömək edərəm. Axı necə olsa biz qohum sayılırıq. Bu axşam sahibimin toyudur. Axşam kəndin kənarındakı kolların yanına gələrsən. Mən sənə toydan çoxlu ət, sümük gətirərəm." Həqiqətən də it dediyi kimi elədi. Bir neçə gün qurdu yedizdirdi. Qurd tezliklə sağalıb özünə gəldi. İtə təşəkkür edib meşəyə geri döndü. Aradan illər keçdi. Bir gün yenə itlə qurd meşədə qarşılaşdılar. Bu dəfə itin halı yaman idi. "Çox pərişan görünürsən dostum. Nə məsələdir?" Qurd soruşdu. "Qocalmışam. Ayaqlarımda əvvəlki taqət qalmayıb. Gözlərim yaxşı görmür. Qulaqlarım yaxşı eşitmir. Bu vəziyyətdə olan itin kimə nə xeyri dəyəcək? Ona görə sahibim məni qovdu. Meşədə ölümümü gözləyirəm." "Qəm yemə dostum. Mən bir çarə taparam. Sən mənim həyatımı xilas etdin. Heç səni bu vəziyyətdə qoyaram? Sahibinin bu yaxınlarda uşağı olub. Elə deyilmi? Uşağın hansı otaqda yatdığını söylə. Başqa işə qarışma." Qurd düz evə getdi. Pəncərədən içəri tullanıb körpəni bələk qarışıq qaparaq yenə pəncərədən hoppanıb qaçdı. Düz qoca itin yanına gəldi. "Götür dostum. Bunu apar ver sahibinə. Əminəm ki, işə yarayacaq." Qurdun körpənin qapıb qaçdığını görən ev sakinləri dəhşət içində idilər. Ata, qonşular, bütün kəndlilər əllərində balta ilə meşəyə doğru qaçışdılar. Birdən nə görsələr yaxşıdır. Qoca və yararsız sayıb evdən qovduqları it bələyin içində körpəni alıb gətirir. Deməli bizim qoca it qurda qalib gəlib və uşağı xilas edib deyə itin sahibləri düşündülər. Bundan sonra qoca itin hörməti o qədər artdı ki, dərhal onun qalan ömrünü rahat keçirməsi üçün evdə bir yer hazırladılar. Onun qəhrəmanlığı dillər əzbəri oldu. Başqa itlərə nümunəyə çevrildi. Amma heç kəs bu işin qurdla it arasında bir sövdələşmə olduğunu, iki köhnə dostun bir-birinə kömək etdiyini əlbəttə ki bilmirdi. Siz də itlə qurdun bu sirrini heç kimə söyləməyin, yaxşı? Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.